Cipsdən sonrakı sarğın neçə müddətli işdi? Əməliyyatdan neçə gün sonra duş aldım? Burun və üz təmizləməsi, cipsi götürdükləri zaman tam nəfəs almaq olurmu? Sarğını açanda niyə şok oldum? 13-cü günümdə sarğı düşməmiş, niyə həkimin üstünə qayıtdım? Sualları üçün 10 dəqiqə mənimlə gəlin. Sarğını yapışdırdılar. Doktor dedi ki, 2 həftəyə düşəcək. Burun yağlandıqca. Əgər çox qopsa, 14 günün tamamına az qalmış, özüm də götürə bilərmişəm. Eləsi ola bilərmiş ki, 10 günə yağlan düşsün, yəni bu da normaldır. Məndə 16 gün qaldı, çox qaldı biraz. Birazdan isə sarğını açacağım sizinlə. Ondan öncə isə qeyd etmək istədiklərim var. Cipsi ki, mən burnumdan doktor götürdü, yəni assistantı. Cəmi 1 saat ərzində nəfəs aldım. Sonra burnum yenə tutuldu. Qətiyyən nəfəs ala bilmirdim. Burnumun sarğısının açılmasına da zaman var idi, lakin dözmədim, getdim yenidən qəbula. Ki, mən niyə nəfəs ala bilmirəm? Dedi ki, psixoloji ola bilər. Dedim, xeyr. Söylədi ki, burun yollarına açıqdır, əsəbləşmə, sakit ol. Nevroloji dərman yazdı və ödəm də qalmışdı deyə iynə yazdı. Doktor bol su və itburnu çayını kəsməməyimi söylədi. Zamanla düzəldi nəfəs ala bilməyim. Mən də onu dedim, güzel. Buraya piyada. Həkim burnumu açdı. Dedi ki, burun yollarını tam açdı. YouTube kanalıma qoyacağım. Düşmək istəyirsə dur. O da o qədər ağzından, 12 gündür də ağzından o qədər nəfəs almışam ki, burnumdan nəfəs almağı unutmuşam. Hətta burnumda danışıram. Həkim deyir ki, burnumda danışma, rahat danış. Deyirəm. Deməli, bugün ayın 20-sidir. 20'si və 8 əməliyyat olmuşdum. 2-ci günümdəyim də. İncisini təmizlədim. Gözümün altında qalıbdı göylər. Bir yerdə də tanani ilə bağlayıram. Burnumun içərisini təmizlədim. Dəniz suyuna, sonra spreyini vurdum. Monix spreydi. Buralarını isə levomokalmazı vurdum. İzimi də yudum. Şey oldu mu? Tərtəmiz oldu, başıma açıldı. Gərək duş məsələsinə mən dişimi sıxa bildiyim qədər sıxdım. 9-cu günündə bədənsel olaraq duş aldım. Lakin saçımı 9-cu günə kimi 2-3 dəfə artıq yudurtmuşdum, nə yalan deyim. Yayda əməliyyat olmağın bu yanı yaxşıdır ki, içəri çox buxar olmadan siz ilıq bir duş alıb çıxa bilirsiniz. Lakin soyuq havalarda duş alanda onda yaxşı olmur. Məncə yay ən doğru seçim olardı bunun əməliyyat üçün. Çünki qışda hamam otağı yetər qədər isinməlidir və siz üşüməməlisiniz. Bu da burnunuza ziyan olacaqdı. Və burun əməliyyatından 10 gün keçdi. Əlavə də sarğı üçün 16 gün keçdi. Və 26 gündən sonra burnumu görəcəm deyə çox sevincliyəm. Burnumuzun içini təmizləyək. İndi də keçək burnumuzu sizlə bərabər açmağa. Məni nə qədər sakit olaraq tanısanız da hər şeyə reaksiya verən və əsəbləşən biriyəm. Ona görə də məndə cipsdən sonra nəfəs almama problemi oldu. Həmçinin ödəm var idi. Salamlar. Bugün gördüyünüz qədərilə artıq burnum yağlanıbdı. Hər tərəf demək olar və indi biz bunu bugün çıxarırıq. Burnumu görmək üçün səbirsizləyirəm. Tamam bəbələr, elə isə gedə bilərik. İndi bunu hansı tərəfindən necə açım heç bir fikrim yoxdur. Artıq qıraqlar demək olar tamamən çıxıbdı. Həm də bugün ayın 1-idi, artıq 2 həftəsi çoxdan tamam olubdu. Buradan artıq çıxmağa başlayayım. Oy. Çox səbirsizlənirəm. Görün necə olub. Biraz da döz virüse, biraz da. Və o möhtəşəm an. Burnum belə olub. Bu nə burundur? Mən şok, mən iptal. Bu nə burundu belə? Dedi bu düşəcək. Burnumun deşikləri niyə belə olub? Biri böyükdür, biri balacadır. Bunu da çıxartdıq. Nə yalan deyim, belə gözləmirdim. Çox burnumun ucu düşəcəkdi. Biraz zaman keçdikcə. Qalan şeyləri yaxşıdır, onda belə çıxır. Burnumun deşikləri onda niyə belədir? Başa düşmədim. Mənim burnumun üstündə heç vaxt qara nələrsə olmazdı. Qara nəsə çıxıbdı. Nə vaxtdan yolmayan burundur da, yəni normaldır. Yara olubdu. O yaranı
Çin nə vaxt necə eləyib, onu da bilmirəm. Yapışdırmışdılar deyə xəbərim yox idi. Mən başqasıyam, mən deyiləm. Çox qəribə olub amma. Bu nədir səncə? Fərq var Biri böyük olub, biri balaca olub. Nədir? Mən başa düşə bilmirəm. Deyəsən, biri böyük olub, biri balaca. Yəni, bu əvvəlki burnun formasına oxşuyur. Bu yerində qalıb. Bu isə balaca olub. Başa düşürəm. Sol tərəfə nələrsə edilib, lakin sağ tərəf öz burnumun ölçüsündə qalıb deyə pis oldum. Sizcə bu qədər emosiya mən dayana bilərəm? Yox, əlbəttə ki, ağlayıram. Və bir partiya ağlayandan sonra yadıma düşür ki, video çəkməliyəm. Özümə təsəlli verib deyirəm ki, bir burunla səni kimdə tanıyan. Sonra deyirəm ki, sən gündə 100 dəfə aynaya baxırsan, sən necə olacaqsan? Xərçəng olaraq düşünürəm ki, görəsən ay Allah, mən kimin burnunu Allah elədim. İndi mənim qabağıma belə bir burun çıxır, özü də əməliyyatlı burun. Burada da istəyirəm ki, öz keyfimi açam, aça bilmirəm. Hətta video çəkirəm deyə də keyfim açılmır və burada gözlərim dolur artıq üzümü yuyanda. Amma neyniyim, məcbur, mənim sifətimdə də, yəni yumalıyam. Qəhər məni boğurdu, boğazım düyülənirdi. Həyatımın ən çətin zamanlarından birini keçirirdim. Ona görə sizi çox yaxşı başa düşürəm. Üzümü isə doktor Raşellə, əlbəttə ki, fırçasına görə yudım ondan. Sonda isə qurutdum, qurutmaq şərti, daha sonra peelingə keçdim. Peeling etdim və videoda gördüyünüz kimi mən qıraqlarda artıq sapları kəsdim. Halbuki demişdilər ki, levomokol vuranda özləri düşəcəkdilər, düşməmişdilər. Burun çöpü ilə təmizlədim, üzərindən pereksdə tökdüm. Daha sonra çaytiçanı yağını hər deşiyə 2 damcı tökdüm. Sonra dişin yerlərinə həm burnumun içinə vurduğum qədərilə, həm də çölünə levomokol mazı vurdum. Burnun içini isə nə təmizlədim? Dənə suyu spreyini vururam və eləyib belə çəkirim suyu elə ki, burnumun içinə, boğazıma kimi gedir. Və belə. Əslində burun dişlərimin ikisi də əvvəlki ölçüdə qalsaydı yenə də problem yox idi. Sadəcə olaraq biri böyük, biri balaca olduğu üçün asimetrilik verir və bu da məni çox incitdi, sözün açığı. Canıma sağ olsun deyirik və mən sizə nə deyəcəm, Instagramda qoymuşdum Reels formasında, üzüm hələ cipsdə idi, yəni burnum, make-up eləyirdim. O videoya çox qınaq gəldi, şək gəldi ki, yəni niyə onu təmizləməmsən? Qızlar, buradan cavab bir şey vermək istəyirəm ki, yəni bu burnum bilirsiniz necə oldu? Heç açılmadı, sementləşmişdi də sanki. Biz spirt tökdük evdə, sonra qayçı ilə, hətta pençlə də əlimizə nə gəldi də. Az qaldıq bıçaq gətirək çıxardaq. Yəni nə qədər vururdum, bax belə vururdum, tak 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 səs gəlirdi. Yəni pereki, spirt heç nə onu çözmədi. Hətta çaytiçan yağından da tökdüm üstünə, pambıqla saxladım, bir qədər yenə gəlmədi. Yəni ona görə açılmadı da, yəni o laxta qan formasında gələn. Ona görə də mən soruşdum. Asistent dedi ki, siz əlinizi vurmayın, tikişləri bilmərsiniz, tikişləri vurarsınız, çıxardarsınız. Gəlin biz burada özümüz təmizləyəcəyik. Ona görə də mən 10 gün müddətində heç nəyə əlimi vurmadım. Getdim orada açdılar. Açanda da həqiqətən o qədər incitdi, o qədər ağrıdı ki, əsas da burnumun aşağı hissəsi yox, yuxarı hissəsi, sümükdə üst hissəsi o qədər ağrıdı, gözümə falan verdi də ağrısı, dəhşət. Hər zaman gözəlliklər arzu eləyirəm sizə. Və mən deməyə çox xoşlanmasam da, videonu faydalı hesab etdinizsə, mütləq paylaşın və yaxud da abunə ola bilərsiniz. Görüşmək ümidi ilə.